Salam əziz və dəyərli dinləyicilər, mən bugün sizə Mirzə Fətəli Axundzadənin deməli, seçilmiş əsərləri üzrə olan testlərin izahını verəcəm. Başlayaq, deyir, Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib povesti əsasında diaqramdakı uyğunluğu müəyyən edin. Tutduğu vəzifəyə görə hər kəsdən müəyyən miqdarda pulu xəzinəyə təslim etməsini tapşırır. Bu kim idi? Bu təbii ki, Mirzə Möhsün idi. Vəzir Mirzə Möhsün. Vəzir Mirzə Möhsün belə bir qərar, belə deyək də, belə bir şaha öz kiçik qəhrəmanlığından danışır. Deyir, sizin deyir atanızın dövründə deyir, bir para deyir, ağıldan kəm vəzirləri deyir, işə düzəltmişdi deyir atanız və deyir bunun deyir nəticəsində xəzinə boşalmışdı. Ancaq deyir mən neynədim? Mən deyir şahı belə bir təklif elədim ki, şah güya hansı adamın evinə gedərdisə, onun ayaqlarının altına xalılar sərilsin. Bir də deməli şaha çoxlu pullar verilsin, güya həmin o evinə getdiyi adamlar tərəfindən və bir də mən kimi vəzifəyə təyin edirdimsə, o adam həmin vəzifəsinə görə mütləq ki, xəzinəyə pul ödəməli idi. Hazırki dövrümüzlə müqayisə eləsək, bir növ sanki mən səni işə düzəldirəm, amma maaşımın yarısı mənimdir. Bir növ rüşvət almaq kimi də düşünə bilərik bunu. Deməli, A bəndə aid olacaq Mirzə Möhsünə, vəzir Mirzə Möhsünə özünü ifşa üsulu ilə səriştəsiz olduğunu sübut edir. Bu, hamısı üçün ortaq cəhətdir. Qəzvin şəhərində bir yaramazın peyda olduğunu bildirir. Bu, Molla Səməd idi. Kim barədə danışırdı? Yusif Sərrac barədə danışırdı. Qoşun əhlini məvacibsiz saxlamaqla sülh və asayişi bərqərar edir. Bu kim idi? Mirzə Yəhya idi. Mirzə Yəhya burada olmadığı üçün götürmürük. Saqqalın ağ tükləri hörmətini ortaya qoyaraq həyat xilas edir. Bu kim idi? Təbii ki, Sərdar Zaman xan idi. Sərdar Zaman xan baxmayaraq ki, qılınc əhli idi, ancaq ürəyi yumşaq adam idi və kimi xilas edir? Mirzə Sədrəddini xilas edir. Belə, cavabımız olacaq, deməli, YBCA, YBCA, baxaq görək hardadır, YBCA, yəni D bəndində. 2-yə baxaq. Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib əsərində hadisələrin ardıcıllığını müəyyən edin. Mövlana Cəmaləddin şahın mübarək hüzuruna icazə istəyir. Bunu yazdıq bura. Yusif Sərracın Kərbaladan Həmədana qayıtması. Bunu da yazdıq bura. Mirzə Möhsünün öz dili ilə özünü ifşa etməsi. Ümumiyyətlə bilirik ki, Mirzə Möhsündür və digər yuxarı vəzifə nümayəndələri özlərini ifşa edəndən sonra, məsləhət, məşvərət bitəndən sonra Mövlana Cəmaləddin gəlir. Mövlana Cəmaləddin ikinci münəccim idi. Artıq belə deyək, hamı öz fikrini deyəndən sonra ən sonda gəlir və buna görə də biz üçü bu hadisədən əvvələ aparırıq. Çünki Mövlana Cəmaləddin onların çıxışlarından, özlərinin ifşasından sonra gəlir. Daha sonra baxırıq 4-ə. Sərdar Zamanın Yusif Sərraca beyət etməsi, yəni ona itayət etməsi mənasında səsləndirilir. Bu da ən sonda idi, hansı ki artıq belə deyək, şah kimi onu qəbul edirdilər. Molla Başı Axund Səmədlə onun yanına gedib onu saraya gətirmək istəyirdilər. Molla Rəsulun şahın kəbin talağını yeniləməsi. Bu isə 4-dən əvvəlki hadisədir. Yəni Molla Rəsul şahın kəbin talağını oxuyur və Xacə Mübarək də həmin o talağı cırır. Bu da deməli olacaq belə. 3, 1, 2, 5, 4. Görək hansı variantda var? 3, 1, 2, 5, 4 olacaq B bəndi. Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib əsərində obrazların nitqinə görə uyğunluğu müəyyən edin. Haman tədbir səbəbi ilə dövlət xəzinəsinin mədaxili çox artmışdı. Biz bilirik ki, xəzinə nədir? Xəzinə üçün əlləşib vuruşan 2 dənə əsas obrazımız var idi. Biri Mirzə Möhsün idi, vəzir. Biri isə Mirzə Yəhya idi, maliyyə naziri. Maliyyə nazirindəki yığını Mirzə Yəhya ilə, Mirzə Yəhyanın yığısı ilə belə deyək, bax Mirzə Yəhya, bir də maliyyə naziri. Aydındır, yığılarla saxlayın, belə yadda yəqin ki qalar. Aha, nə deyir? Deyir, haman tədbir səbəbilə dövlət xəzinəsinin mədaxili çox artmışdı. Bu sözləri deyən kim idi? Bu sözləri deyən maliyyə naziri Mirzə Yəhya idi. Haman sözü. Deməli, A-nı aid eləyəcəyik 1-ə. Bir dəqiqə. A-nı aid eləyəcəyik 2-yə. 2A.
Hansı tədbiri görmüşdü Mirzə Yahya? Mirzə Yahya əslində deyir ki, şahın fərmanı ilə mənim də deyir imzamla deyir, qoşun başçılarına deyir məvacib göndərilirdi, yəni maaş göndərilirdi və deyir xəzinə də boşaldığı üçün mən deyir belə bir tədbir gördüm ki, nüfuzdan düşməyək deyənə, yəni belə deyək də şahın nüfuzdan düşməsin deyənə göndərilmiş kimi eləyək, amma göndərməyək. Belə deyək də, əl altından deyir, mən imzamı da göndərdim, sənədi də göndərdim, amma deyir, əl altından deyir, xəbər göndərdim ki, mənim razılığım olmadan heç kimə maaş verilməsin. Amma fikirləşə bilərik ki, bəs yaxşı, niyə qoşun başçıları buna belə deyək, üsyan qaldırmadı, bir çıxış nəsə eləmədi? Çünki səbəb o idi ki, güya ki, İranda ucuzluq idi. İranda ucuzluq olduğuna görə güya heç bir insan deməli, halından narazı değildi güya Mirzə Yahyaya görə. Aha, Yusif Sərrac bugün tamam İran torpağında sənin şahlığını qəbul etmişdi deyir, edilmişdi. Yusif Sərraca deyir ki, bugün tamam İran torpağında sənin şahlığın qəbul edilmişdi. Bunu kim deyir? Sərdar Zaman deyir. Əgər qabağında ayrıca bir söz yoxdursa, sadəcə olaraq bu cümlə varsa bilin ki, Sərdar Zamandır. Amma desə ki, qəzanın tədbirindən desə, qəzanın tədbirindən, Usta Yusif, bugün sən bizim padşahımızsan, bu olacaq Molla Səməd, yəni olacaq Molla Səməd. Biz bilirik ki, mollalar biraz belə deyək də sözü uzatmağı xoşlayırlar, biraz yan yörəsini bəzəməyi xoşlayırlar. Belə yadda saxlaya bilərsiniz ki, qəzanın tədbirindən deyirsə, bu Molla Səməddir. Amma yox, sadəcə Yusif Sərrac bugün tamam İran padşahının İran torpağında sənin şahlığın qəbul edilmişdi. Bunu isə kim deyir? Sərdar Zaman xan. Bir də Sərdar Zaman xan şahlığı deyir. Ancaq Molla Səməd isə şeydir, padşahlığınız deyir. Daha sonra bu növ tədbirlər vasitəsilə dövlət xəzinəsi şükür olsun Allaha pul ilə doludur. Bunu kim demişdi? Mirzə Möhsün demişdi. Vəzir Mirzə Möhsün demişdi. Deyinə aid eləyəcəyik 4-ə. Daha sonra Y-yə baxaq. Y-də deyir, saqqalımın tükünü ali və yüksək dövlətimizin xidmətinə sədaqət və hünərlə ağartmışam. Saqqalın tükü deyirsə, ağ tük deyirsə, mütləq saqqal məsələsi kimə aiddir? Sərdar Zaman xana aiddir. Yeni daid edirik bura. Cavabımız olur B-Y, A-C-D. B-Y, A-C-D olacaq C bəndi. 4-ə baxaq. Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib povestində Şah Abbasın Mirzə Sədrəddini bağışlamasının səbəbi nədir? İlk öncə bundan danışım. Qeyd edeyim ki, Mirzə Sədrəddin kim idi? Mirzə Sədrəddin birinci xəbər gətirən münəccim idi. Xəbər gətirir ki, bəs Məxriblə Əqrəb toqquşacaq və o gün bir fəlakət baş verəcək. Siz gələ o gün, belə deyək də, İran taxtında olsaz, başınıza belə bir pis hadisə gələcək. Ancaq bunun, belə deyək də, şah üçün bir çözüm nöqtəsini demir. Problemi deyir, amma problemin həllini demir ki, siz nə etməlisiniz. Bundan sonra gedir və şah başlayır nə etməyə? Bir yarım saat keçir. Orada olan o, belə deyək, Axund Səmədi çağırır, Sərdar Zamanı çağırır, daha sonra Mirzə Möhsünü çağırır, Mirzə Yəhyanı çağırır və başlayır tədbir tökməyə. Bundan sonra hamısı deyir. Axırda Axund Səməd, Molla Axund Səməd başlayır nə etməyə? Şaha deməyə ki, bəs bu problemi özü deyibsə, Mirzə Sədrəddin qoy elə cavabını da özü desin. Necə ola bilər ki, zəhəri deyə, zəhərin dərmanını deməyə deyir. Bunda da səbəb nə idi? O, Mirzə Sədrəddinlə əvvəldən ədavətli idi və Sərdar, belə deyək, Mirzə Sədrəddini nə etmək istəyir? Boynunun vurulmasını istəyir. Kim? Deməli, Axund Səməd. Axund Səməd kim idi? Molla idi. Aha, bu zaman şah da çağırtdırır və deyir cəllada ki, bəs vur onun boynunu. Kimin? Mirzə Sədrəddinin, yəni münəccimin. Aha, Sərdar Zaman xan əslində qılınc əhli idi. Biz bilir ki, qoşun başçısı idi da. Amma buna baxmayaraq deyir, ürəyi yumşaq idi. Və bu zaman gəlir, deməli, deyir ki, Şah Abbasa deyir ki, yaxşıdır, siz onun boynunu vurdursanız deyir.
Bəs deyir, sonra əlacı hardan tapacaqsınız? Əlacı hardan tapacaqsınız? Və buna görə də bu da şahın ağlına batır ki, hə, mən əlacısız necə bunu da öldürsəm əlacı hardan tapacam? Ondan sonra ona bir fürsət verir də, sanki deyir ki, hə, get əlac tap. O da deyir, gedib cədvələ baxacam, hansısa bir cədvəl idi. O cədvələ baxıb sizə belə deyim, gəlib xəbər verəcəm. Yəni, məsələ bundan ibarətdir. İndi deyir ki, Şah Abbasın Mirzə Sədrəddini bağışlamasının səbəbi nədir? Mövlananın əlac xəbərini bildirməsi. Biz bilirik ki, ikinci bizim münəccim obrazımız Mövlana Camaləddindir. Lakin Mövlana Camaləddin artıq bu məsləhət, məşvərət bitəndən sonra gəlmişdi. Yəni, onun canı bağışlanandan sonra gəlmişdi. Ona görə biz bunu götürmürük, həm də səbəb bu deyildi. Sərdar Zamanın verdiyi təklifin ürəyini yumşaltması, ümumiyyətlə Şah Abbas və onun ürəyinin yumşalması məsələsi qeyri-mümkün bir şeydir. Onun ürəyin yumşalması, yəni zalım bir insan necə ürəyi yumşala bilər? Hadisəni əlacının ortadan qaldırılmasının ondan asılılığını anlaması. Bəli, bilirdi ki, bu hadisə qalxa elə problemi deyən şəxs tərəfindən qaldırıla bilər də ortadan. Ona görə də bu məntiqli gəlir ona və belə deyək, onu bağışlayır. Deyir ki, hə, get, sənə fürsət verirəm. Bir saata demişdi də, bir saata gələcəm. Hə, demişdi, get. Daha sonra ürək yumşaq olması, xeyr, öz oğlunu öldürən, iki oğlunun gözünü çıxartdıran şəxs necə ürək yumşaq ola bilər? Sərdar Zamana bağışlaması. Sərdar Zaman ona elə çox elə vecinə deyildi də, yəni Sərdar Zaman o qədər hörmətli biri deyildi onun yanında. Cavabımız olacaq C bəndi. 5-ə baxırıq. Qiblə-i aləmin böyük və hörmətli atası İran qoşununun sərdarlığını mənə tapşırdı. Sərdar deyirsə, bu kimdir? Deməli, Sərdar Zaman xan. Aha, tapşırdı. Əgər ki, bizim qoşunumuz da say hesabla Osmanlı tayfasından kəm deyildi. Yəni, deyir, bizimdir qoşunumuzun sayı bərabər idi, az deyildi. Ancaq mənim heyfim gəldi ki, mömin və müqəddəs tayfanın qoşununu, yəni öz qoşunumuzu doğru yoldan azmışların qarşısında tələfə verdirim. Ona görə də deyir, əmr elədim ki, Azərbaycan mülkündə bütün kəndlilərin əkin yerləri, daha sonra əkin yerlərini xarab etsinlər, mal qaralarını qovub gətirsinlər, körpüləri dağıtsınlar, yolları pozsunlar. Daha sonra Sərdar Zamanın dilindən verilən bu parçada yazıcı nəyi çatdırmaq istəyir? Baxaq, adi dövlət rəhbərlərinin mənəvi puçluğunu, ali dövlət. Bəli, ali dövlət rəhbərlərinin mənəvi cəhətdən puçluğunu biz burada görürük. Elə bu səriştəsizliyindən irəli gələn tədbirləri sayəsində, belə deyək, bizə məlum olur. Dövlət rəhbərlərinin cinayətkar olmasını. Bəli, dövlət rəhbərləri insanları düşünmürdü. Onların susuz qaldı, yeməksiz qaldı, ac qaldı, onların körpüləri dağıldı. Nə oldu, onları maraqlandırmır. Biz bu fikri, belə deyək, bu mətndən, belə deyək, kiçik mətndən ala bilirik. Bir də qeyd edeyim, imtahanda və yaxud hardasa qarşınıza belə bir şeylər çıxanda sırf buna əsasən fikir yürüdün, əsərə əsasən yox. Çünki bizdən verilən hissə budur. Daha sonra dövlət rəhbərlərinin cinayətkar olması, bəli, bunu görə bilirik. Dövləti idarə edənlərin səriştəsizliyini, əlbəttə, səriştə olsaydı, bunun zaten deyir ki, kəm deyil də, yəni az deyil. Ordular dalaşardı, dava edərdi, yəni belə deyək. Ya qalib gələrdi, ya məğlub bilərdi də, nədir, nə deyil. Yoxsa sən durub, insan öz nə qədər, belə deyək, cani olasan, nə qədər, belə deyim, səriştəsiz olasan ki, sən öz vətənivi dağıdasan, tükəsən. İnsanın əli necə gələr? Xalqın dilənçi vəziyyətinə salınması. Bəli, təbii ki, bostana dağılan yeməyi, belə deyək, olmayan insan təbii ki, dilənçi vəziyyətinə düşəcək. Dövləti, maarifçi, ədalətli şəxslərin idarə etmək arzusunu. Bəli, bunu da görə bilərik. Məsələ, bu mətni oxuyan hər kəsdə belə bir fikir formalaşır ki, kaş belə insanlar idarə etməzdi. Belə, cavabımız olur B bəndi, yəni hamısı aiddir. 6-ya baxırıq. Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib əsərində doğru olmayan fikri müəyyən edin, yəni bizdən yanlış fikir istəyir. Əsərdə maraqlı insan obrazları yaradılmışdı, bəli.
Vətənin, ölkənin taleyi Şah Abbası az maraqlandırır, hətta heç maraqlandırmır, doğrudur. Baş vəzir Mirzə Möhsün, Maliyyə naziri Mirzə Yəhya, Hərbiyə naziri Sərdar Zamanxan, Mollabaşı Axund Səməd povestin satirik surətləridir. Bəli, çünki həm satirikdir, həm də öz dilləri ilə ifşa olunurlar. Şah Abbasın zülmkarlığının alçaq əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. Bu doğru fikirdir. Bu fikirdir Mövlana Cəmaləddinin dilindəndir. Xeyr, bu fikir müəllifin dilindəndir və əsərin sonlarında verilir bu fikir. Müəllif tarixi hadisəyə öz məqsədinə uyğun yaradıcı yanaşmış, ona əlavələr edərək genişləndirmişdir. Bəli, doğru fikirdir. Biz bilirik ki, Şah Abbas həqiqətən tarixdə var və bu tarixi hadisəni əlavələr edərək genişləndirib və belə bədii əsər halına salmışdı müəllif. Cavabımız oldu D bəndi. 7-yə baxaq. Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib əsərində vətənə, millətə olan münasibətdə Yusif Sərracla eyni mövqedə dayanan obrazlardır. Mövlana Cəmaləddin, Xacə Mübarək. Mövlana Cəmaləddin Şah Abbasın münəccimi idi. Xacə Mübarək də onun belə deyək də sağ əli idi də, belə onun xidmətçisi idi. Mirzə Möhsün, Mirzə Yəhya, Mirzə Möhsün vəzir idi, Şah Abbasın vəziri. Mirzə Yəhya da onun maliyyə naziri idi. Molla Qurban, Mirzə Zəki. Mirzə Zəki bəli, belə deyək, Yusif Sərracın adamı idi. Mirzə Zəkini hara qoymuşdu? Xəzinənin başına qoymuşdu. Xəzinədar kimi qoymuşdu. Xəzinəni idarə edirdi. Molla Qurban yox, Molla Ramazan. Qoy bunu belə yazım, Ramazan. Aha, baxın, Yusif Sərracın Molla vəzifəsinə təyin etdiyi şəxs Molla Ramazan idi. Bunu necə yadda saxlaya bilərik? Ramazan bayramı nə ilə bağlıdır? Dini bayram deyil, bəli, dini bayramdır. Elə Molla Ramazanı da belə yadda saxlaya bilərik ki, Yusif Sərracın təyin etdiyi, Molla başı vəzifəsinə təyin etdiyi şəxs kim idi? Molla Ramazan idi. Burada kimi veriblər? Molla Qurban. Qurban qoşun başçısı idi. Belə deyək də, Qurbanı da belə yadda saxlaya bilərik. Məsələn, vətən uğrunda qurban gedən oğullarımız var. Döyüşdə qurban olan, belə deyək, vətənə qurban olan oğullarımız var. Qurban gedən oğullarımız var. Belə yadda saxlaya bilərik ki, yəni qurban döyüşçü də, belə döyüşlərin başçısında necə deyərlər? Sərdar Zamanxan kimi idi? Sərdarlıq eləmirdi, döyüş başçısı deyildi. Bax, bu da döyüş başçısı olaraq qurbanı götürmüşdü. Belə, yəni bu da yanlış fikirdir. Molla deyərək yanlışlığa yol veriblər. Xacə Mübarək və Molla Rəsul. Xacə Mübarək kimi idi? Dedi ki, Şah Abbasın sağ əli idi, hansı ki xəbər gətirirdi, aparırdı. Molla Rəsul isə kim idi? Talağı oxuyur. Şah Abbasın talağını məhz Molla Rəsul oxuyur. Talaq nə idi? Boşanma kağızı. Bəs cıran kim idi? Xacə Mübarək. Bunlar da onun adamı idi. Mirzə Cəlil, Mirzə Zəki. Bəli, Mirzə Cəlil Yusif Sərracın vəziri idi. Vəzir təyin etmişdi onu. Mirzə Zəkini də dedi ki, xəzinənin başçısı kimi götürmüşdü. Zəki sözünü belə yadda saxlaya bilərsiniz ki, xəzinəni pulu kimə etibar edirlər? Zəki adamlara. Deyir, sən çox zəkisin falan. Elə bir şey bundan yadda saxlaya bilərsiniz. Zəki idi də, yəni zəkalı idi. Ona görə pul əmanət eləmək olardı. Belə, daha sonra 8-ə baxaq. Mirzə Fətəli Axundovun Aldanmış Kəvakib povestinin məzmunu ilə bağlı səhv fikridir. Müəyyən edin. Yusif Sərrac mühüm islahatlar keçirir. Əhalinin vəziyyətində müsbət irəliləyişlər qeydə alınır. Bəli, hansı müsbət işlərini görürük? Xəstəxana tikir, məktəb tikir, uşaqları oxutmağa göndərir, yolları təmir eləyir, su çəkdirir, nə bilim, vergiləri azaldır. Bəzi vergiləri xümslə, məsələn, xümslə hansı vergi idi? Yadımdan çıxdı, bircə saniyə. Xümslə hansı vergi idi o? Bir dənə baxın, yadıma düşmüşkən.
Xümslə İmamalı, bəli. Xümslə İmamalı vergisini ləğv eləyir ümumiyyətlə. Belə, yəni xeyir işləri çox idi. Axund Səməd başqasına quyu qazır. Qazdığı quyu birinci elə özünə qismət olur. Doğru fikirdir. Axund Səməd kimə quyu qazırdı? Yusif Sərraca. Yusif Sərraca quyu qazır ki, güya pis adamdır. Nə bilim, ruhaniləri pisləyir. Daha sonra kəndxudadan tutmuş, şaha qədər hamısını irad bildirir. Güya Yusif Sərrac və elə ölümə də layiq məhz odur. Amma özü axırda Ərk qalasında eşidir ki, Molla Ramazanı belə deyək, mollabaşı seçiblər. Yəni mollalıq vəzifəsini ona veriblər. Ürəyi partlayır, elə orada da ölür. Bir növ elə öz qazdığı quyuya düşür. Yusif şahın taxta çıxmasından bir həftə keçir. Şahın şəxsi keyfiyyətləri müzakirə olunub, mübahisələr yaranır. Bəli, əvvəlcə onu belə deyək, yaxşı qarşılayırdılar. Amma sonradan elə bir xalq biraz dəyişir. Deyir ki, yox, iradəsizdir. Bəziləri deyirlər ki, yox, əməlləri biraz necə deyirlər, boşluq var əməllərində. Güya tam şey deyil də, belə deyək, zəhimli deyil. Axı bunlar şaqqa görürdülər. Hər dəfə kəsik başlı, belə deyək, bədən görürdülər, artıq görmürdülər deyənə bunlara qəribə gəlirdi. Yusif Sərrac Kərbəladan Qəzvinə qayıdır, Usta Xəlildən sərracılığı öyrənir. Ümumiyyətlə biz bilirik ki, Yusif Sərracın atası Kərbəlayı Səlim idi, səhv eləmirəmsə. Bircə saniyə qoy adına baxım. Görüm Kərbəlayı Səlim idimi? Dəqiq deyim. Bəli, Kərbəlayı Səlim. Kərbəlayı Səlim özü ruhani idi və istəyirdi ki, övladı da ruhani olsun. Onu neynir? Oxutdurur. Birinci Qəzvində oxuyur, sonra gedir İsfahana. İsfahandan gəlir Kərbəlaya, Yusif Sərrac. Və Kərbəladan da gəlir Həmədana. Həmədanda burada deməli, Usta Xəlildən sərraclıq sənətini öyrənir. Neçə yaşında? 40 yaşında və 40 yaşında sərraclığı öyrənəndən sonra görür ki, Həmədanda öyrənib bunu. Amma görür ki, Həmədanda buna elə də yaxşı qiymət vermirlər bu işinə. Gəlir hara? Qəzvinə. Artıq Qəzvinə gələndə o, bu sənəti öyrənmiş olmuşdu da, yəni öyrənmişdi. Gəlib burada öyrənmir. Gəlir burada, görür ki, yaxşı qiymət verirlər sənətinə, evlənir, uşaqları olur və elə burada da yaşayır. Yəni bizim əslində səhv cavabımız elə D bəndidir. Qəzvində yox, Həmədanda öyrənir Usta Xəlildən. Yusif Şah bütün ruhanilərə maaş təyin edir, səltənətə möhtac olsunlar və şahın xidmətində zülm əhlinə çevrilməsinlər. Bəli, bu da doğru fikirdir. Çünki hətta ali məhkəmələr, belə deyək, məhkəmə işlərinə də ruhaniləri baxırdılar. Hər tərəfli insanlar onlardan asılı idilər də. Bunlar bir növ hökmranlığı götürmüşdü əllərinə. Hətta məhkəmə işlərində Yusif Sərrac onlardan alır, belə deyək, sədaqətli, necə deyək, öz işində möhkəm olan insanlara verir. Belə, 9-a baxırıq. Mirzə Fətəli Axundovun Aldanmış Kavakib povestinin obrazları ilə bağlı uyğunluğu müəyyən edin. Əzici qanunları, ağır vergiləri ilə xalqa zülm edir. Bu kim idi? Təbii ki, Şah Abbas idi. A-nı bura yazırıq. Xarakter, davranış, həyata baxışları arasında fərq var. Bu hər ikisinə aiddir. Çünki hər ikisi belə deyə də fərqli xarakterə sahib idi. Qanun və göstərişlərlə xüsusən vergiləri azaltmaqla xalqın güzəranının yaxşılaşmasına çalışır. Kim idi? Təbii ki, Yusif Sərrac. Daha sonra kinlidir, köhnə ədavətləri unutmur. Bunu kimə aid eləyə bilərik, bu D variantını? Bunu biz Axund Molla Səmədə aid eləyə bilərik. Kimin ədavəti var idi onun? Deməli, Mirzə Sədrəddinlə ədavəti var idi. Mirzə Sədrəddin kim idi? Münəccim idi. Məsələ onun boynunu vurdurmaq istəyirdi, belə deyək, Şah Abbasa. Kinli əslində ona deyə bilərik. Bəzi vergilərin lazımsız olduğunu düşünüb ləğv edir. Xümüs və İmamalını dedik ləğv edir. Kim ləğv edir? Yusif Sərrac. Cavabımız olur C, Y və A. Yəni D bəndi. Ona baxırıq. Mirzə Fətəli Axundovun Aldanmış Kavakib povestində qaldırılmış problemlərin həlli yolu kimi təqdim edilir. Ümumiyyətlə, belə qeyd edeyim ki, burada problemlər verilib. Hansı problemlər var? Məsələn, elə o problemlər bir növ Şah Abbasın yanında o vəzifədə olan şəxslərin timsalında verilib. Axund Səmədin, daha sonra Sərdar Zamanxanın və digərlərinin. Amma çözümü isə, yəni onun problemin həlli isə Yusif Sərracın
Yusif Sərracın timsalında verilib. Yəni bir növ Yusif Sərracın etdiyi bütün hərəkətlər, əməllər əslində problemin həlli məsələləri idi. Baxaq, dövlətin ədalətlə idarə olunması, bəli, bu problemin əsas həllərindən biri idi. Ölkənin tərəqqisinə nail olmaq, bəli. Xalqın güzəranını yaxşılaşdırmaq, bəli. Məsələn, məktəb tikdirir, xəstəxana tikdirir, uşaqları oxutdurur, yolları düzəldir. Çalalar var idi, məsələn, deyir, gecədir, gedəndə orada düşürdülər. Amma deyir, onu düzəldir. Belə, xalqı soyanların cəzalandırılması, bəli, Ərk qalasına göndərir. Müstəmləkəçilik siyasətinə qarşı mübarizə. Baxın, müstəmləkə sözü nə deməkdir? Hansısa bir dövlət gəlir bizim dövlətimizi, belə deyək, işğal eləyir və biz düşürük müstəmləkə, belə deyək, əsarətinə. Yəni artıq bizim dövlətimiz olur müstəmləkə bir dövlət, yəni asılı bir dövlət. Burada isə belə bir halı görmürük. Orada mübarizə sadəcə bilirsiniz nəyə qarşı idi? Ədalətsizliyə qarşı, səriştəsizliyə qarşı. Orada müstəmləkəçiliyə qarşı, müstəmləkə siyasətinə qarşı mübarizə görmürük. Çünki dövlət başqa bir dövlət tərəfindən işğal olunmuyub. Müstəmləkə bu deməkdir. Xalqın maarifləndirilməsi, bəli, buna da biz problemin həlli yolu kimi görürük. Baxın, onda biz o problemin həlli yolu kimi müstəmləkəçilik siyasətini görə bilərik ki, məsələn, o dövləti kim hansısa bir dövlət işğal eləsin və xalq da buna qarşı mübarizə aparsın. Belə, cavabımız olacaq 1, 2, 3, 4, 6, yəni 3, 4, 6 D bəndi. Aha. O, neçə idi bu? 10 idi. 11-ə baxırıq. 11-ə baxaq. Ramazan sözünü o qədər böyük yazmışam. Deməli, Ramazan kim oldu? Molla Ramazan, Yusif Sərracın seçdiyi molla. Qurban kim oldu? Təbii ki, dedik ki, qurban, məsələn, hansısa bir döyüşlərdə qurban gedir. Baxın, qurban sözünü döyüşçü, yəni döyüşçülərin başında dayanan sərdar kimi yadda saxlayın. Döyüşçülərə başçılıq edən. Baxaq, Mirzə Fətəli Axundovun Aldanmış Kavakı povestində qarşılaşdırılmır ədalətlə zülmkarlıq. Biz bunu harda görürük? Yusif Sərracla, məsələn, deməli, Şah Abbasın timsalında səriştə ilə səriştəsizlik, Yusif Sərracın adamları ilə, məsələ, Şah Abbasın adamları, fitnəkarlıqla düzgünlük, Yusif Sərracın adamları ilə, o, belə deyək, Şah Abbasın adamları, insanların zülmə alışması ilə şadlıq, xoşbəxt günlər, insanları zülmə harda alışmışdı? Şah Abbasın, belə deyək, şahlığı dövründə, şadlıq, xoşbəxt isə Yusif Sərracın şahlığı dövründə, zahiri gözəlliyi ilə qadınların geyim keçimi. Belə bir məsələ isə ümumiyyətlə yox idi. Bunlar var idi, amma bu isə yox idi. 12-ci suala baxaq. Mirzə Fətəli Axundovun Aldanmış Kavakı povestində surətlərin təhlili ilə bağlı ortaq xüsusiyyətləri müəyyən edin. Şah Abbas və Yusif Sərrac hər ikisi ulduzlardan gələn təhlükədən yaxa qurtarmağa çalışır.